Bəli, dəyərli izləyicilər, xoş gördük hər birinizi. Növbəti dəfə biz ənənəvi şəkildə avtomobil bazarına gəlmişik. Artıq fevralın ikinci bazarını biz qarşılayırıq, görürük. Əslində demişdilər ki, fevral ayında vəziyyət dəyişəcək, maşınlar alanların, satanların əlində qalacaq, alış-veriş getməyəcək, qiymətlər kəskin enəcək və s. belə proqnozlar verilirdi. Əslində bu proqnozları bazara gələnlər və yaxud mənim paylaşdığım müxtəlif videoların şərh bölməsində yazılırdı insanlar tərəfindən ki, darıxmayın, fevralda qiymətlər enəcək. Fevralın artıq ikinci bazarda qeyd etdiyim kimi gəlmişik, baxaq görək doğrudan da bu deyilənlər baş verirmi? İndi onu izləyəcəyik, düşəcəyik bazara. Həm qiymətlərlə tanış olacağıq, həm ümumi alqı-satqı ilə tanış olacağıq və yekunda mən sizə bazarın, fevral bazarının ümumi aqibəti ilə bağlı öz proqnozlarımı və öz təhlillərimi çatdıracağım. Bununla da paralel olaraq qeyd etdiyim o əvvəlki videolardakı kimi bu dəfə də sizdən gələn şərhlər əsasında müxtəlif maşınların qiymətlərini və bazar vəziyyətini öyrənməyə çalışacağım və həmin videoları da hər zaman olduğu kimi sizə təqdim edəcəm. Deməli, bizi izləyirsiniz, biz düşürük bazara.